Layihə evimiz və dəyərlərimizdir. Layihə maliyyə dəstəyi Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir. Layihənin icrasını isə demokratiyanın və milli dəyərlərin təbliği ictimai birliyi həyata keçirir. Bu tədbirin bizim burada keçirməyiz, bu 204 sayılı məktəb və 206 sayılı Bakı şəhərində yerləşən məktəblərdə layihəni həyata keçirilir. Layihə Elm və Təhsil Nazirliyinin və Bakı şəhər Təhsil İdarəsinin razılığı əsasında dövlət səviyyəsində bu tədbir həyata keçirilir. Evimiz, dəyərlərimiz layihəsi niyə görə bugün aktualdır, niyə görə Azərbaycan cəmiyyətində artıq bu məsələni ictimailəşir və siqnallar verilir? Son dövrdə bilirsiniz ki, elmin, texnikanın inkişafının, sosial şəbəkələrin sayının artmasının müsbət cəhətləri ilə yanaşı, müəyyən doğurduğu mənfi fəsadlar da var. Müsbət tərəfi odur ki, bəli, elm, texnika inkişaf edir, sosial şəbəkələr artır, sosial şəbəkələr üzərində istədiyimiz insanlardan əlaqə qururuq, informasiya alırıq, informasiya ötürürük və ümumiyyətlə cəmiyyət bu inkişaf edir və cəmiyyətin inkişaf eləməsi həm maddi və mənəvi tərəfdən də bunun müsbət cəhətləri xeyli çoxdur. Amma bunun mənfi fəsadları da var. Mənfi fəsadları odur ki, biz bəzən çox vaxtlarımızı sosial şəbəkələr üzərində işləyirik. Bizdə ailə bağlarına mənfi təsir göstərir. Bəzən hətta ailə bir süfrə ətrafında oturub bir çörək yeyirsə, nahar edirsə, bəzən görürsən birimizin gözü telefonda, birimizin gözü kompüterdə. Bunun da mənfi cəhəti odur ki, ailə üzvləri arasında ailə bağı zəiflədir, mənəvi tellər zəifləyir. Bəzən və yaxud da ki, sosial şəbəkələrdə bəzən açıq olan insanlar öz ailə haqqında, öz haqqında informasiyanı sosial şəbəkədə paylaşır və digər bundan istifadə edən müəyyən qruplar ki var ki, bunlarda kiberhücum, digər məsələlər var ki, həmin insanların şəxsi informasiyalarını əldə edir və o insanlar haqqında qara yaxma kampaniyası, bəzən mənfi, o ailə haqqında mənfi fikirlər formalaşdırırlar. Və bu da ailədə müəyyən söz-söhbətlərə gətirib çıxarır. Bizim sizinlə bir debat təşkil elədik, digər bir sinifdə isə inşa müsahibəsi təşkil elədik. Debatlar nədir? Debatların əhəmiyyəti haqqında kifayət qədər məlumatınız var. Bir daha deyim, debatlar, ailə dəyərləri haqqında debatlar təşkil etdikdə bu şagirdlərdə, debatlarda iştirak edən şagirdlərdə məntiqi və tənqidi təvəkkürləri olan inkişaf edir. Ailə dəyərləri haqqında bilikləri möhkəmlənir. Öz sərbəst fikirlərini ifadə etmək bacarıqları onlarda formalaşır. Onlar orta məktəbi qutarıb vətəndaş cəmiyyətinə inteqrasiya etdikdə sərbəst inteqrasiya edə bilir. Artıq onlar sərbəst öz fikirlərini ifadə etmək kimi fikirlər onlarda formalaşır və inkişaf edir. İnşa müsahibəsinin təşkili isə bunda böyük əhəmiyyət var. Sizdə uşaqlar yaradıcılıq qabiliyyətiniz inkişaf edir və üzə çıxar. Ailəniz haqqında öz fikirlərinizi yazırsınızsa, atanız, ananız, əminiz, dayınız, qardaşınız haqqında öz müsbət fikirlərinizi yazırsa, emosional hissləriniz, emosional duyğularınız inkişaf edir. Ailəyə olan sevginiz daha da inkişaf edir və güclənir. Biz dedik ki, ailə nədir? Ailə bir özünlükdə kiçik dövlətdir. Ailə bir sosial varlıqdır. Ailə bu dövlətin, Azərbaycan cəmiyyətinin təməl prinsipidir. Bizim dövlətimiz, əgər biz dövlətimizin güclü olmasını istəyiriksə, təbii ki, biz bunu istəyirik. Bunun üçün biz ailə dəyərlərimizə hörmət etməliyik, ailə dəyərlərimizi inkişaf etdirməliyik, ailəmizi möhkəmləndirməliyik. Bizim ailə dəyərlərimiz nədir uşaqlar? Böyüyə hörmət, valideynə sevgi, anıya sevgi, məktəbə sevgi, vətənə sevgi. Bütün bunlar ailə dəyərləridir və bütün bunlar biz inkişaf etdirməliyik ki, bizim gənclərimiz yad ideoloji təsirlərin alətinə çevrilməsin və bir şəxsiyyət kimi formalaşsın. Şəxsiyyət kimi biz istəyirik ki, siz şəxsiyyət kimi formalaşasınız. Bütün bu tədbirləri keçirtməklə məqsəd odur ki, sizi şəxsiyyət kimi formalaşdırmaq və ailə dəyərlərimizi təbliğ etmək, sizin hər biriniz ailə dəyərlərinin təbliğatına çevirməkdir. Siz inanın ki, bir şəxsiyyət kimi formalaşanda sizdə artıq sizi mənfi istiqamətlərə yönəltmək çox çətin olacaq. Şəxsiyyət o adama deyirlər ki, ətrafda baş verən prosesləri dərk edir. Özü o məsələləri obyektiv münasibət verir. Bir şəxsiyyət kimi formalaşan insan öz karyerasını da qurur, o gələcək öz ailə səadətini də təşkil edir, formalaşdıra bilir.
Qısaca olaraq mən öz fikirlərimi dedim, çünki bu yeşil tədbirdir. Deməli, inşaat müsahibəsində birinci yer Əlizadə Mədinə. Gəl Mədinə. Bizim bu Mədinəmiz həm də Olimpiyada qalibidir da. Təbrik edirəm səni. Bəsnə, Respublika Fən Olimpiyadasının qalibidir. Təbrik edirəm səni. Bir dənə də şəkil. Əlməli, buradan da siz də çəkinlər. Yox, bu tərəfə keçin ki, qız ortada qalsın. Yəni. Təbrik edirəm. Deməli, münsiflər heyəti 2 nəfərə ikinci yer müəyyənləşdirir. Birinci, İbişzadə Məryəm. Əlbəlim, keç. Məryəm, mən də şəkil çəkildik ki, bu yaxın videoya. Təbrik edirəm. Süleymanova Aya. Gəl atımın, gəl. Təbrik edirəm səni. Sağ olun, futbolun için şəkil çəkildirsən. Əlimən. Çək. Geç aşağı.